Salam, xoş gördük əziz izləyicilər sizləri. Sizləri Simurq TV-nin Görünməyən Tərəflər adlı podkastından salamlayıram. Mən psixoterapevt, hipnoterapevt, NLP master trener, parapsixoloq, spiritualist Əhməd Əhmədov. Bu podkastımızda mən öz prizmamdan ənənəvi və psixoloji yanaşmalarımı və biliklərimi birləşdirərək sizləri maarifləndirəcək və digər həmkarlarımla birlikdə Elnay Rəhimov, Əyyub Nağıyev ilə birlikdə sizləri hər dəfə öz podkastımızda daha da çox maarifləndirərək, daha da çox gücləndirəcəyik. Əgər sizlər də bizim podkastımızda iştirak etmək istəyirsinizsə, heç düşünmədən qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz və podkastımızda iştirak edə bilərsiniz. İndi isə dinləyək. Xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert, ixtisaslaşdırılmış proqramlar üzrə NLP master təlimçi və Erikson hipnoz üzrə mütəxəssis, The Milton H. Erickson Center of Bakunun təsisçisi, direktoru və The Dark NLP Akademiyasının qurucusu Elnay Rəhimov Tambovski. Bizim bu podkastın məqsədi insanları qatman-qatman incələməkdir. Belə ki, insanlar bioloji, psixoloji, sosial və ruhsal varlıqlardırlar. Bioloji olaraq evimiz bədənimizdir. Psixoloji olaraq evimiz zehnimizdir. Sosial olaraq evimiz bizi sevən, qəbul edən, bizə dəyər verən insanlar, cəmiyyətdir. Və ruhsal olaraq isə ən yüksək anlamlarımız və dəyərlər sistemimizdir. Xoş gördük dəyərli izləyicilər. Mən də Simurq Psixologiya və Spiritualizm Mərkəzinin uşaq və yeniyetmə psixoloqu. Məqsəd daha çox insanları maarifləndirmək və yeri gələrsə həm nəzəri biliklər, həm də praktik baxışlarla insanlara ümumiyyətcə baxış bucağına rəngarənglik qatmaqdır. Mövzularımız daha çox valideyn-uşaq münasibətləri ilə bağlı olacaq, hansı ki, valideynlərin yanlış tərbiyəsi nəticəsində uşaqlarda hansı travmalar yaranır, ümumiyyətcə yeniyetmələrlə münasibəti, uşaqlarla münasibəti, valideyn-uşaq münasibətləri, ümumiyyətcə daha çox uşağı necə tərbiyə etmək lazımdır, bu tipli mövzularla sizin qarşınızda olacaq. Sonda isə əziz dostlar, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, siz bizim podkastımızı Simurq Psixologiya və Spiritualizm Mərkəzinin sponsorluğu ilə izləyirsiniz. İzləmədə qalın.